əlaməti birlikdə təcrübələri apararaq özünüz təyin edəcəksiniz ki, kimyəvi reaksiya gedən zaman hansı əlamətlər baş verir. Mən bura nömrələrini yazıram və təcrübələr əsasında hər bir qrup işlədiyi reaktivləri qarşısındakı ağ qeyd edir, hansı reaktivlərdən istifadə edirsinizsə və təcrübə zamanı hansı dəyişikliyin baş verdiyini qeyd edirsiniz. Yaxşı. İndi mənim əlimdə 4 nömrə var. Hər biriniz bir nömrə seçəcəksiniz. Kimə hansı təcrübə düşsə, qrup olaraq özünüz təcrübə edəcəksiniz. Bəli. Hansı təcrübə düşsə, o təcrübəni işləyəcəksiniz. Yaxşı. Buyur. Aha. Siz. 2. Bunu. 1. Şimdi burada gördüğünüz təcrübələrin nömrələri var. Birinci təcrübə kimə düşmüşdü? Mənə. Sizə. Bizə qalır. Buna dəymirsiniz. Bunu mən sizə verəcəm. İkinci təcrübə kimə düşüb? Asma gəlin qrupu. Şimdi mən reaksiyalara başlayacağım. 3. Sizlərdə. Biraz tahtayım. Nasıl toxunmuşsunuz? Biz təcrübə aparan zaman sınaq şişəsini necə tuturduq? Təhlükəsiz qaydaların yadımıza salaq. Sınaq şişəsini özümüzdən uzaq tuturuq. Nəyəsə qoxlamaq lazım olur, necə qoxlayırıq? Əlimizdən qoxusunu özümüzə çəkirik. Əla. Bunu vermədim burada. Həmin şarı keçirin sınaq şişəsinin başına. Aha. Hamı görür bu qrupu. Biraz istəyirsən yuxarıdan, istəyirsən ayaq üstə qalx elə çək. Belə. O qrupda göstərir. Aha, baxaq görək nə baş verir. Şar niyə şişir? Birinci qrup özü cavab versin. Karbon qazı onun içinə dolur. Ay sağ ol. Deməli bu reaksiyamız nəticəsində nə əmələ gəldi? Karbon qazı. Düzdür. Burada da qaz qabarcıqlarının ayrılmasını baxın görürsüz. Ərzi yandırmıyor. Şamlar neydi? Koy çavuzun altına qalsın. Bunun içərisində biraz şəkər tozu əlavə edirsiniz. Aha, bəs. İçərisinə yod damcıladıram. Burada əsasən biraz iyi məsələsinə fikir verə bilərəm. İndi bunu qızdırmayın içinin üstündə. Biraz tutun qızdırın. Qarışdıraq ki, şəkər tozuna tam şəkildə qarışsın. Tutun. Şəkər tozu əriyənə qədər yapışdırma ki, şam sönməsin. Əslində spirt lampası daha ucuz apara bilər bu reaksiyanı, amma ki, laboratoriya avadanlıqlarımıza görə niyə bilmirik. Yox. Maraqlıdırsa gəlin yaxına bir kursun özü gəlir. Kapat deyil. Öyle değil mi? O sen de. Nə hiss edirsən? Eşim. Necə iyi gəlir? Yaxşı, elimi burada saxlayaq. Çək özü yiysin. Elə iyiləmirik. Adın ne elə? Nə hiss edirsiniz? Deyən gətirəcəm bütün qrupa, biraz da qızdırın. Şükür teysi hiss edirsiniz. Şükür teysi bilirsizlər. Şükür teysi gəlir uşaqlarımızdan. Baxmayaraq ki, yoldan şəkər tozu deyil. Daha çox qızdırsaydı, daha kəskin bir qoxu ayrılacaq. Şükür qoxusu əmələcəkdir. Deməli, reaksiyanın getmə şəraitlərindən biri nə oldu? Qazı. Qoxunun əmələ gəlməsi, qazı elədik. İkinci şərait nə oldu? Qoxunun əmələ gəlməsi. İndi yolun içərisinə əlavə edin. Hamısını mən yolun. Biraz əlavə elədik, sıxılmacı olsun.
bənövşəyi qarışıq, düzdür. Yox qəhvəyi məhlulumuz A. Amma burada bənövşəyi rəngi. Südün çürüməsini siz eşitmisiniz? Bəli. Süzəndə maddə əmələ gəlir, onu görürsünüz. Süd normalda maye haldadır. Amma onun içərisində müəyyən bir maddə qatıldı, o çürüyür və çöküntü halında çökür. Görmürsünüz də yəqin ki. Həmin o çöküntünü almaq istəyirik ki, bizim digər şərtimizdən biri də reaksiya əmələ gələn zaman çöküntünü alır. İçərisində oksuz tökür. Qaşdan burası təmizlik. Qarışdırın görək alınacaq. Karıştırın. Karıştırın. Ay, sağ olun. Baxın. Südün çürüməsini gördünüz. Bax, rəngi açıqlaşdı və dibinə başladı çökməyə. Bunu bir müddət də saxlasaq, tamam çökmə başlayacaq və biz süzmə üsulunu keçmişik də, düzdür. Süzmə ilə bunun tərkibində olan o çöküntünü ayıra bilərik bir-birini. Baxın. Görürsünüz, üstündə çöküntü kontrolü. Üstündə o çöküntünü görəcəksiniz.